Salam, hər vaxtınız xeyir olsun. Bütün şagirdləri salamlayıram. O cümlədən də öz şagirdlərimi salamlayıram. Bugün mən Çaygah muğamı haqqında danışacağam. Qarmonun yaranma tarixi, qarmonun Azərbaycan musiqisində rolundan danışmaq istəyirəm. Bir sıra alətlər içərisində özünə məxsus yer tutan alətlərdən biri də qarmon alətidir. Qarmon aləti ölkələrdən ölkələrə keçərək Azərbaycana gətirilən qarmon alətidir. Qarmon aləti körüklə səsləndirilən dilçəkli nəfəsli alətdir. Qarmon alətinin vətəni qədim Çin olmuşdur. Deməli, Çində orta əsrlərdə şenk deyilən adlı dodaq qarmonu adlı qarmon mövcud olmuşdur. Çox maraqlıdır ki, eyni zamanda orta əsrlərdə də Azərbaycanda cibcik adlanan qarmon, yəni ki, dodaq qarmonu mövcud olmuşdur. Qarmon alətindən başqa, yəni qarmon alətinin elementlərini özündə birləşdirən tulum və ərhan ələtləri də olmuşdur ki, tulum aləti Azərbaycana son dövrlərə qədər gətirilib çıxardılmışdır. Ancaq ərhan aləti tamamilə unudulmuşdur. Ərhan alətinin elementləri də eyni ilə müasir əl qarmonları kimi, yəni bizim ifa elədiyimiz qarmonlar kimi olmuşdur. Yəni sağ tərəfdə sağ dilciklər, sol tərəfdə düyməciklərdən ibarət olan qarmon aləti olmuşdur. Qarmon alətinin iki növü var: dodaq qarmonu və əl qarmonu. Lap əvvəllər dodaq qarmonları icad olunmuşdur, sonralar əl qarmonları icad olunmuşdur. Əl qarmonunu, müasir əl qarmonunu bizə deməli Alman musiqiçisi Friedrich Buchmann tərəfindən gətirilib çıxardılmışdır. Friedrich Buchmann diatonik səs sisteminə malik olan qarmon icad eləmişdir, ixtira eləmişdir. Ancaq bu müəyyən musiqiçilərin, yəni qarmon ifaçılarının tələblərinə cavab verməyən yəni alət olmuşdur. Ancaq sonradan Rusiyalı dirijor, daha doğrusu musiqiçi Nikolay Belavoro tərəfindən xromatik qarmon 1870-ci ildə ixtira olunmuşdur. 1873-cü ildə qarmon çalanlar ansamblı yaradaraq ilk dəfədə Azərbaycan qarmonu üçün tədris proqramı elə Rusiyada meydana çıxmışdır. Qarmon sözünün mənası Yunan dilində həmahənglik, harmoniya sözündən götürülmüşdür. Yəni bu sözdə hardan irəli gəlir? Qarmonda bir notun və bir neçə notun birgə səslənməsinə görə ona qarmoniya deyirlər, yəni harmoniya deyirlər. Elə alətlər vardır ki, icad olunduqları ərazinin adı ilə bağlı olur o alətlər. O alətlərdən biri də qarmon alətidir. Yəni Tula şəhərində, Kazan şəhərində, Viatka şəhərində ixtira olunan qarmonlar birbaşa o şəhərin adları ilə bağlıdır. Deməli, Rusiyada qarmonlar daha geniş həcmə, daha ağır, yəni 6 plankalı olan qarmonlar olur. Müasir qarmonumuz 10 hissədən ibarətdir. Qarmonun hissələrini göstərməyə çalışıram mən sizlərə. Sağ gövdə, yəni sağ gövdə bura sayılır. Sağ klaviatura qrif, yəni ifa elədiyimiz dilciklər. Sağ şəbəkə, yəni sağ klaviatura, sağ gövdə, hamısı birlikdə sağ şəbəkə adlanır. Keçirik sol tərəfə. Eyni ilə sağ gövdədə olduğu elementlər sol tərəfdə yerləşib. Yəni sol gövdə, sol klaviatura qrif, yəni düyməciklər, sol şəbəkə. Körük deyilən qarmonun pərdəsi sayılır, yəni körük. Sonra isə sağ çiyin qayışı, yəni bu. Sol çiyin qayışı, yəni bu tərəfdə də qayış olur. Bu əsasən ayaq üstə ifa olunan vaxtlar, yəni o kəmərdən istifadə olunur. Bir də sol əl qayışı. Yəni qarmon 10 hissədən ibarətdir ümumilikdə. Qarmon 2 oktava yarımdır. Birinci oktava, ikinci oktava, üçüncü natamam. Yəni birinci oktavanın do səsindən üçüncü oktavanın fa səsinə qədər qarmonun səs düzümü var. Qarmon aləti elə bir alətdir ki, qarmon alətində həm muğam gözəldir, həm rəqslər, həm təsniflər, həm dəramətlər, ümumiyyətlə nə ifa edirsən elə, qarmon alətində çox gözəl səslənir. Üzeyir Hacıbəyov qarmon alətini xalq çalğı orkestrinə daxil etmişdir. Sonralar, yəni məlum olmayan səbəblərdən qarmon aləti orkestrdən çıxarılmışdır. Hətta onun Arşın Malalan operettasında axırıncı toy səhnəsində tərəkəmə rəqsi ifa olunur. Orada da bizim gözəl sənətkarımız Kor Əhəd onu ifa etmişdir. Görkəmli qarmon ifaçılarının adlarını çəkməyə özümə borc bilirəm. Azərbaycanda ilk dəfə qarmon ifaçısı Tarzən Bəhram Mansurovun babası Məşədi Məlik Ağazaleh olmuşdur. Çəkməci Hüseyin Abbas Abbasov, Bədəl Bədəlov, Ələkbər Nəzərli, Kor Əhəd, Məmməd Ağa Ağayev, Teyyub Dəmirov, bizim gözəl sənətkarımız, mərhum sənətkarımız Abtalib Sadıqov, qarmon ifaçılığının Paqaninisi adlanan Zakir müəllim, Zakir Mirzəyev, Avtandil İsrafilov, mənim müəllimim Hüseyin Həsənov, Abbas Abbasov, Xanlar Cəfərov, Etibar Qasımbəyli, qarmon sənətində çox əziyyətləri olan bizim Əhsən Rəhmanlı, Sərxan Abiyev və bir çoxlarının adlarını çəkə bilərəm.
qarmon aləti inhaş kökündədir. Yəni qarmon aləti bizim milli alətimiz olmasa da, qədim Çin aləti, bayaq qeyd elədim, qədim Çin aləti olsa da, ancaq qarmon aləti indiki dövrümüzdə çox təkmilləşdirilmiş formada gətirilib çıxardılmışdır. O cümlədən də bizim qadın ifaçılarımızdan da bizim gözəl sənətkarımız Brilliant xanımın anası Qız xanım Dadaşova gözəl ifaçı olmuşdur. Xədicə Musaxanova olmuşdur, Gövhər xanım Rızayeva, yəni bir çoxlarının adlarını çəkmək olar. Qarmon ifaçılığında bayaq qeyd etdiyim kimi bütün musiqilər gözəldir. Ən əsası da rəqslər yada düşəndə birinci qarmon aləti insanın gözünün qabağında canlanır. Yəni qarmon aləti elə gözəl alətdir ki, orada muğamlarımız da gözəl səslənir. Rəqslərimiz də, təsniflərimiz də, dəramətlərimiz də, xalq mahnılarımız da yetər ki, onu gözəl ifa eləyə biləsən. Bugün bizim dərsimiz qarmon alətində, qarmon ifaçılığında muğamdır. Yəni, 3-cü sinifin 2-ci yarımilinə aid olan Çahargah muğamı. Çahargah muğamı bizə məlumdur ki, Əbdülqadir Marağayinin əsərlərindən bizə gəlib çıxan muğamlardan biridir. Bilirsiniz ki, 7 əsas muğamımız var. Azərbaycan muğamlar təsnifatında Çahargah 4-cü yerdə dayanır. Ümumiyyətlə, muğam bizim milli sərvətimiz, gözəl sərvətimizdir. Biz onu qorumalıyıq. Ümumiyyətlə, muğam sözü maqamat, məqam sözündən irəli gəlir. Məqam sözü də birbaşa insanın həyatının iki məqamı ilə bağlıdır. Yəni, şən və kədərli. Yəni, musiqi dilində major və minor. Çahargah muğamı çahar 4, gah isə məkan, yer, hətta dayanacaq kimi də deyirlər bəzi mənbələrdə. Ancaq mən belə deməzdim. Çahargah muğamı Azərbaycan muğamlar təsnifatında 4-cü yerdə dayansa da, ancaq çahargah muğamı 9, 10, 11, hətta 12 şöbədən ibarət olub. Ancaq çahargah muğama gərək elmi nəzəri cəhətdən də yanaşasan ki, bu şöbələrin hamısını çahargah muğamına yerləşdiriləsən. Çahargah muğamı insanın qəlbində, insanda qəhrəmanlıq ruhu aşılayan, mübarizlik, qələbəyə çağıran bir muğamdır. Bütün muğamlar kimi çahargah muğamda Bərdaş şöbəsi ilə başlayır. Bərdaş muğama giriş, muğamın başlanğıcını təmin edən və ən əsası bardaş sözündən götürülüb oturmaq, əyləşmək deməkdir. Mən indi çalışıram sizə çahargah muğamının Bərdaş şöbəsini ifa edim. Do mayəli muğamdır, majordur.
Deməli, mənim ifa etdiyim şöbə Bərdaş şöbəsi idi. Bərdaş şöbəsindən sonra dərhal mayeyə gəlir, bütün muğamlarda olduğu kimi. Maye sözü deməli elə bir ifadədir ki, bu muğamların lap qədim dövrlərə gedib çıxmağını göstərir. Maye muğamın ladı, kökü, əsas tonika deməkdir. Hətta Buddanın anasının adı ilə bağlı olan bir addır maye sözü. Ancaq ümumilikdə götürəndə maye sözü əsas tanallıq lad deməkdir. Maye sözünün əvvəllər quruluşu pentatonika quruluşunda olub. Ancaq müasir dövrümüzə gəlib elə maye kimi formalaşıb, elə maye kimi də ifa edirik. Maye şöbəsini ifa edirəm. Maye şöbəsindən sonra gəlir, şöbə demək olmaz, Bali Kəbutər güşəsi gəlir. Yəni, çargah ona görə bayaq ümumilikdə dedim ki, 10-15 şöbə ifa olunur. Çünki elə güşələr var ki, onların adı proqrama da salınmır. O güşələrdən də biri Bali Kəbutər. Ona zəngişötör də deyirlər. Bali Kəbutər göyərçin qanatları deməkdir. Zəngişötör isə dəvənin səsi, dəvə zəngisi deməkdir. Bunlar hər ikisi süh rəmzi daşıyan bir güşələrdir. Yəni, onu ifa etmirəm. Keçid alıram Bəstənigar şöbəsinə. Bəstənigar şöbəsi bilirsiniz ki, çargah muğamında ümdə olan şöbələrdən biri sayılır. Bəstənigar Azərbaycan klassik ədəbiyyatında bəstə boy sözündən götürülüb, yəni alçaq boylu sözündən götürülüb. Nigar isə ay üzlü xanım, yəni birbaşa xanım adı ilə. Yəni ay üzlü xanım, yəni bir xanımın həddindən artıq gözəl obrazda olması tərənnüm edilir. Bəstənigar adından da görünür ki, alçaq boylu xanım deməkdir. Bəstənigar çargah muğamının ən ahlı, naləli, yəni qızların, gəlinlərin, ana və bacıların ahı naləsi. Bilirsiniz ki, müharibə olan dövrdə itkilər də olur, yəni qarşı tərəfdə, müharibə elan edən tərəfdə də itkilər olur və Bəstənigar birbaşa ah nalə, ana bacıların fəryadından bəhs edir. Keçid alıram Bəstənigar şöbəsinə.
Bəstənigarı mən çox qısa ifa elədim. Bəstənigar şöbəsindən sonra gəlir Hisar şöbəsi. Buna hasar da deyirlər. Hasar yəni ki, adından da məlum olduğu kimi hasar bu muğamda insanların yəni geri çəkilməmələri, insanların öz iradələri ilə düşmən qarşısına sədd qoyulmaları nəzərdə tutulur. Yəni ki, mübarizə davam edir, biz geri çəkilmirik. Hasar sol pərdəsində ifa olunur. Hasar şöbəsindən sonra müalif şöbəsi gəlir. Müalif şöbəsi bir növ bəstənigara oxşuyur. Bəstənigarda ölüm, itki varsa, müalif şöbəsində də var. Ancaq o qədər deyil. Yəni, müharibənin sonu yaxınlaşır, artıq qələbə bizimlədir. Müalif güşəsindən sonra qərrə güşəsi ifa olunur. Yəni, müalif qərrə eyni zamanda ifa olunan güşələrdən sayılır. Qərrə işıq deməkdir. Yəni, qələbə görünür. Yəni, qələbə bizimlədir. Artıq meydanda düşmən yoxdur, qələbə bizimlədir. Qərrə də sol kökündə ifa olunur. Yəni, müalif qərrə eyni ifa olunur. Qərrə güşəsindən sonra dərhal keçid alırıq və çahargahın ən ümdə olan şöbələrindən sayılan müxalif şöbəsinə. Müxalif adından da göründüyü kimi əks mövqe, əks istiqamət, yəni iki qarşı tərəfin bir-birinə əks istiqamətdə dayanmasından söhbət gedir. Əvvəllər müxalifi ovuc müxalif deyilən bir şöbə kimi də adlandırırdılar. Çünki ovuc yəni eyni məna daşıyır, yəni indiki müxaliflə əvvəlki müxalifin arasında heç bir böyük fərq yoxdur. Ovuc müxalif yüksəklik deməkdir, yəni ən yüksək zirvədə olan bir şöbələrdən sayılır. Müxalif normalda 4-5 cümlədən ibarətdirsə, ovuc müxalif daha geniş, daha ətraflı, daha şaqraq zəngulələrlə ifadə olunan şöbədir. Müxalif şöbəsi liya pərdəsində ifa olunur. Qısa ifa elədim müxalif şöbəsini. Müxalif şöbəsinin tərkibində üzzal deyilən bir güşə də var. Mən onu ifa etmirəm. Birbaşa keçid alıram. Çahargah muğamının ən kulminasiya nöqtəsi Mənsuriyə. Mənsuriyə adından da bəlli olduğu kimi qələbə deməkdir, mübarizlik, yenilməzlik, tükənməzlik deməkdir. Mənsuriyə Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Məhəmməd Füzulinin, Nəsiminin əsərlərində böyük bir sərkərdə, yəni haqq uğrunda mübarizə aparan, özünü oda közə yaxan
Həllac Mənsurun adı ilə bağlıdır. Mənsuriyə ümumiyyətlə çargah muğamının ümdə olan şöbələrindən sayılır. Mənsuriyə həm də zərb muğamı kimi sayılır. Yəni ki, zərbi muğamı, ritmlə ifa olunan, ritmik muğam da deyirlər Mənsuriyə. Çargah elə bir muğamdır ki, yəni Mənsuriyə ifa etməmişdən qabaq bir fikrimi bildirmək istəyirəm ki, çargah elə bir muğamdır ki, çargaha böyük bizim rəssamlarımız da, bizim böyük şairimiz Bəxtiyar Vahabzadə də öz fikrini göstərmişdir. Bizim rəssamımız Fəxrəddin Əliyev də çargah muğamı haqqında böyük bir rəsm əsəri yaradıb, çargahın bütün şöbələrini orada tərənnüm etdirmişdir. Bəxtiyar Vahabzadə öz muğam poemasında çargaha çox gözəl misralar həsr eləmiş. O misralardan da biri qəlbi vulkan tək coşan üsyandır, üsyan çargah. Açmış hər zəngi quləsindən fikrə meydan çargah. Bu da Bəxtiyar Vahabzadənin çargah muğamı haqqında dediyi misralardır. İndi mən keçid alıram Mənsuriyə şöbəsinə. Ritmik formada ifa edirəm, yəni zərb muğamı, ancaq muğamın özü də var Mənsuriyə. Mən şagirdlərimə və muğam sevərlərə çahargah kimi qəhrəmanlıq, mübarizlik, yenilməzlik arzulayıram. Mən sizlə sağollaşıram. Bir daha görüşmək ümidi ilə şagirdlərimdən ayrılıram.